بسم الله الرحمن الرحيم. الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون. والصلاة والسلام على الهادي البشير السراج المنير سيدنا سيد الأنبياء والمرسلين أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين ولا سيما بقية الله في الأرضين. Özümü azizləri dəvət edəyəm Allah-u Teala təqvasına. Allah-u Teala nə qədər cəmiyyət gəlib yer üzünə, hamısına Allah-u Teala tapşırığı ibarətdir təqvadan. Və ləqəd vəssəynəl-ləzīnə min qablikum və iyyəkum ən ittəqullah. İnsanın özümarıdır əbədiyyətinə. O gün içi 70 peygambərin əgər əmalın gətirək nə deyəcək ki, az gətirmişəm. O gün içi Hazreti İbrahim deyir, İlahi la uridu illa nəfsi. O boyda peygamber Allah-u Teala bu cür danışır ki, özümdən sonra hessadın fikrində deyirəm. Ora bir gündür ki, həqiqət orada aydın olayıq. Və insan Allahla istəyir ki, danışanda tamam əqlaniyyətlə Allahla başlayır da danışmağa. Çünki orada da həva və həvəs yoxdur. Orada hər nə aydın olub, Allah-u Teala'nın əzəmətdir, yerin görübdür, caygahın görübdür, özü harda dayanıbdır, onu görübdür, bu kainat, bu xilqət, bu əzəmətli təşkilat ki, Allah açıb, onların həmsinin həqiqətini görəndən sonra orada da danışanda göz açılıb, qulaq açıqdır, görək. Biz görək ki, Allah-u Teala təəccüblə olanlarını şeydir. Əsmi bihim və absər yevmə yə'tunəna. O gün ki, bunlar gələcəklər bizim məhzərimizə, əcəb gözləri var. Əcəb bunların qulağı var. Burada gözü görmədi. Ora gələndə göz orada qəşəng açılıb. Allah burayı kəşəfna ənkə qita'ək və basarukəl yevmə hadid. Büyünləri gözü açmışam. Allah rəhmət eləsin, Ay Həsən Zariyamını deyərdi, kəşəfna ən həqiqətikə. Öz həqiqətindən pərdəni çəkmişəm kənara, özünə bir bax. İncan-ı ariyət ki, به حافظ سپرده دوست. روزی رو خوش ببینم و تسلیم وی کنم. اللهم تعالی بری اسمع بهم و ابصر یوم یأتوننا. لكن الظالمون اليوم في ضلال بعید. Orada bak görək nə qədər dərin azıb. Bu nə ömrümüş ki orada gətiribdi, ömrün keçirdib dünyada. Orada hər nə danışək, əqlaniyyətlə danışək. Əvvəl söz ki ağzından çıxıydı, Rabbirci'uni. Allah məni qaytar, mən təzədən başlayım. Baxaya görək bu əzəmətdə kainatı bədihiymiş, bu bədihidə dayanmışmış. Bədihini başa düşməyib, peşmançılıq ahirətdə bədihiyyədir. Ruzgar و چرخ انجم سر سر بازیستی گر این روز دراز دهر را ferdasتی. Orada dönüb deyir ki, əgər mənim dünyada ağlım olsaydı, ağlımı işləsəydim, burada olmazdı. Bu çaxırı niyə içdin? Və bilmədin ki, ağlın keçdik. Heç vaxt çalan məsləhətində fikir eləyənməzsən. وَلَوْ كُنَّا نَسْمَعُ نَعْقِلْ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ. Əgər eşitsəydim, nə qədər eşitməli sözlər var, yer göy səndən danışır. Allah niyə yer göyün adını qoyub kələmə? Buyurək, dəryalar, dəhənzilər mürəkkəb olar, meşələr ağac ola, qələm ola, Allahın kəlamatı qutarmaz. Niyə deyir kələmə?
Yer göz senden danışır, yer göz senden ayeti. Fakat Kur'an 4 ayet. از او هر آیه ای چون سوره ای خاص یکی چون کوثر و دیگر اخلاص orada hasretini bilir. اجتمع عليهم hasret الفوت ve sekret الموت. İki şey insanın başına yığışar ölende o ki hadere yaşayıptı, hesapsız yaşayıptı, gözü kıpık yaşayıptı. İki şey onu tutacak. Biri hasreti ayrılıktı, nezur ayrılsın, ülke düzeldir özüne, ayrılmak olar. Geçsini götüresen, ülkeleri kesesen, ölüm bu değil. Eğer ölmekten kabak özün bunu kestin, tohide sattın. Neşan idadı ende ehl-i harabat, ki tohidu eskatül ezafat. Ama orada iki şey bunu tutacak. Biri bu hasret ki bu vilaya be böyle pılkaçtı, bundan nezur ayrılsın. Bir tane bir kalk düzeldir, tüçü göz isteyi tamaşa edesen, nezur ayrılsın. Bilmedi ki burada neçə günlüktü. Bu pulla cerah, mekarim-i ahlaki, hasanat düzeldesen, bundan ürəklərin gücünü açasan, burada Allah-u Teala rızasını əlvə getiresen, nezur ayrılsın. Biri de sakratül maut, ölüm gələndə bu nəşədə ki insan əvəz olayı nəşə, ruh ki istəyib bədəndən çıxar. Bir zərrə əlvə bir tikan batanda görürsən nə göynəyi üçün elə bil o bir zərrə yerdən istəyir ruh çıxar. Gör külli bədəndən bu ruh istəyir çıxarıyor, nəzir olar. Ki rivayətlərdə var, elə bil ki qılış dəyə əli ki vuraysan meyyitə, o cür olub bədən. Orada sakratül maut bunu tutubdi. Orada de ya hasrata ala ma farrattu fi cembillah ve in kuntu lemine sahirin. Ben elə Allah'ın kənarındaymışam. Allah'la qoşuymuşam. Ya cariyellesik, ya ilahi büttəhqiq, fukkeni min halakil madik. Eyvallah ki duvar baduvar məndən qoşusan. Eyvallah ki həqiqətən mənim Rəbbimsən. Bu ki boğulayan, bu boğulmağı, bu xəfələməğə məndən açdıvada oxuysan. Orada deyim, mən Allah'ın kənarındaymışam, hər iş görə bilərmişəm, Allah mənə rıza gözü ilə baxar. Pulum varmış, sərmayə varmış, alver eləməmişəm, nəzir olar? O tutub yəni ki, dünyanın hamısı, olay, yevmən o ba'da yevm, əbədiyyətin çörrü buna görə, yevmən o ba'da yevm, yetəarəfunə beynəhum, elə bilir də nə cələsi muharifeymiş. Hazreti Süleyman'ı biri mükâşifədə gördü. Dedi ki, dünyanı belə hər nəyin var idi. Yer sənin, göl sənin, dəhən sənin, nəzir oldu. Dedi, be puştebam eşnemi ərzət. Bileysən də damın üstə gəldi, canın ala Əzrail. Dedi ki, qoy, əyləşim dedi, yox da, əyləşməyə bax, yoxdur. İndi əqlaniyyətinə baxay, görək ki, nəzir körrəyibdi. Birdən ürəyi keçək. Peşmançılıq yuxarı olsa adamın ürəyi keçər. Ürəyi keçməkdən Allah danışıb. فَظَرْهُمْ حَتَّى يُلَاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُونَ. Peyğəmbər bunları boşda. Bunlar gör nə cür ürəkləri keçəcək. Birdən ki cilvə əvəz oldu. Mərhum Saduq etiqadatında yazır. Dey insan ölməmiş, öz yerin behişdən də görək, cəhənnəmdən də görək. Yorgan döşe içinde evde, yorgan döşe içinde bimaristanda, xəstəxanada, yerin cəhənnəmdən də görək, yerin beşdən də görək. Görəksən gözü birdən nəzir bərəlik. Allah, Allah. Baxı görək ki, tey oynamaqla soğuşub bunun ömrü. Orada böyük arzular deyil, Allah onları arzuları deyib Kur'an'da bir. Arzusunun biri budur ki, keşke torpaq olaydım. Ya leyteni kuntu turaba. Qışqırıq başlanır. Ama qışqırıq hara satar. Ve hum yastarikune fiha. Rabbena ahricna na'mel salihan gayrellezi kunna na'mel. Allah'a qışqırıqla deyir, Xudaya bizi buradan çıxart. Biz təzədən özümüzün zindəkimizi düzəldək. Qaytarsın da bir də gedib içindən oynamaram. Qaytarsın bir də rişvə yemərəm.
Gətirsin çırpaq yabanda gəzib alıb eləmərəm. Gətirsin sənin hicab ayələri ayağımın altına qoyub ayaqlamaram. Gətirsin səndən sonra ayrısına qul olmaram, dolara qul olmaram, sikkiyə qul olmaram ki, cəmaətin ısrarından gələn söz istifadə elə. Məni gətir. Amma Allahın dəstgahında şuxluq yoxdur, zarafat yoxdur. Əvvəl iştibah, axır iştibah. Dadgah təzyiq nəzər də yoxdur. La yubəddəlül qavlu ledeyyə və ma ənə bizallamin lil-abid. Allah-u Teala o sözü deyəndə dönüb deyər, əvələm nuammirkum ma yetezəkkəru fihi mən tezakkər və ca'akum ən-nezir. Sana o ömrü vermədim şu ömrüdə. Sohbət iş görərdi. 18 sinə deyilər bu işarədir. İndi başın salı aşağı. Xuşşəən absaruhum, xaşiətən absaruhum. Vücuhun yevmə izin musfərə, vahiketün müstəbşirə. Və vücuhun yevmə izin aleyha qəbərə. Aleyha qəbərə, qubar tutub, üzü gəpkərə. Əzə əxrəcə yədəhu ləm yəkəd yaraha. Belə gələn nüqtədi əlin sardı, əlin görünməz. Və vücuhun yevmə izin aleyha qəbərə. Tərhaquha qətərə. Ulaikə humul kəfarətül fəcərə. Allah Peyğəmbərə deyir, keşke bunları görəsən o vaxt. Ayıq ol, hadır ol. Hər neyle oynaysan oyna, amma öz yazıyla oynama. Əbədiyyətlə oynama. 3-4 gün atılıb düşəcəksən, 60 sinidən vayına fəqət sobalayacaqsan, kendim nəzir oldu, sərbim nəzir oldu, filan şey nəzir oldu, vay belə oldu, dizim belə oldu, onlarla sobalayacaqsan. 20'ye incəndə ki, heç bilməyəsən rüzgar nəzir soğuşub, qaldı sənə 30 il, onun da 10 ilin yatıbsan, qaldı sənə 20 il. Bu 20 ilə hənhün eləyirsən, başa çatdıq. İndi istəyirsən, neynəyəsən Allahın bərabərində? Bu boyda kainatdan başa düşmədin bunun yəsi var. İndi Allah Peyğəmbərə deyik, وَلَوْ تَرَا اِذِ الْمُجْرِمُونَ نَاكِسُوا رُؤُسِهِمْ عِنْدَ رَبِّهِمْ Peyğəmbər keşkə görərsən, nə cür mücrimlər mənim qabağımda ində Rabbihim, başın salı aşağı. Deylər Rabbana, Allah, absarna və səmi'na. Gördük, eşitdik. Farcina na'mal salihan, inna muqinun. Yəqinimiz var, bizi qaytar. İndi ömrün qədrin bil, ləhzələrin qədrin bil. Allah imkanat ki, sənə verir qədrin bil. Sözümüz buradaydı mənim əzizlərim ki, biz danışıyoruz ki, bu ölünün istirahati yola, aramış yola nə iləndir? Ağa bu gülü niyə gətirirsən, israf eləysən? Qız uşağıdır, dostu özünü öldürüb, o da gəlib qəbrin üstünə. İstəyir ki, bu dostuna bir aramış verə. Nə cür aramış verəysən? Gəlib mübailəyə açıb ora, mübailədə dərdən musiqi açıb. Bunu nəyə açıbsan? Bunu yaşmışsan qoyub bir ölük aramış olsun. Allah, 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 Allah. Mənim əzizlərim, o sənin öz dil xoşluğu adı, ona dör. Qəbrin daşın bahalı elə, özvədi ona dör. Sən istəyirsən ona aramış verəsən, 7 şeylə aramış olar. Biri budur gedəndə qəbrin üstünə, dodağın üstündə bir dənə ayı olsun. Axı iti götürüb gətirib bu qəbrin üstünə. İti gətirib qəbrin üstünə. İçlə istəyirsən buna aramış verəsən. Can verəndə neçə şey ölünün kənarında olmasa yaxşıdır. Biri itdik, şərabdır, cünubdir. Bu nə işdirsən onu? Orada da yani insan ibret götürmüyor. Kim gələndə məzarımın üstünə nə gül versin, nə çiçəklər aparsın. Dodağında Kur'an'ın bir ayəsi, ürəyində hoş diləklər aparsın. Diyəcəklər yani arzular. Şair nə geçər deyibdi? Bir dənə rivayəti adından satma. Ehsan verəysən, götür bunu çap elə. Halva ehsanı vermə. Peyğəmbərimiz qəbrin kənarından soğuşaydı. Bir dənə meyyit təzə dəfn olmuşdu. Onun ailəsi meyyitin kənarında, qəbrin kənarında hay həşir ağlaydılar. Həzrət Uli, Ər-rəkətəni
خفيفتان مما تحتقرون أحب إلى صاحب هذا القبر من دنياكم كلها. Hazret dedi çiçe çet yüncül namazı kılasan. O üç yüncüllerinden azdığından alçak gözlerine bakaysan. O bu qəbrin yəsinə dünyadan çox yuxarıdır. Baba o qəbrin içində olan deyər dünyanı mənə vermə. O üç rəkət namazı vermənə. Niyə namaz qılmırsan? Ma mənəəkə ən təsüdə. Allah şeytana dedi, ma mənəəkə ən təsüdə. Sənə nə mani olubdur ki, namaz qılmırsan, səcdə eləməksən? Olmuyor Allah onu sənə dedi ya. Axır sözüm. İmam Hüseyin ağa soruşaydı, geçək qəsrin kənarından. Dedi ki, bu kimin qəsridir? Dedilər, olsun qəsridir. Hazret dedi, alan barzaqda Oğuztey, Keşya, bu qəsrin yerinə mənim bir dənə lavaşım olaydı. Onu mənim tərəfimdən ehsan verəydiniz. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. بسم الله الرحمن الرحيم الحمد لله كما هو أهله اللهم صل وسلم على سيدنا سيد الأنبياء والمرسلين وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء سيدتي نساء العالمين وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى الرضا ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المنتظر Allahümme aşurna ma'ahum ve fi zümretihim. Özümü azizləri davet edeyim Allah-u Teala'nın təqvasına. Azizlər, 50 ildə bu quraqlıq içi düşübdü Xavərmiyaniyə. Bu quraqlığın heç sabıqəsi yoxdur. Alan susuzluq Türkiyədə, Əraqda, ayrı məmləkətlər içi dövrəmizdədir. Qoğa elək. Bu iqtiza eləcə həm biz duamızda çox ciddi olaq. Allah'ın dərgahına. Həm də sərfəzüyü eləməkdə suda gərək ciddi olaq. Bir gətirədi. Peyğəmbərimiz buyurdu, İsraf eləmə və ləv kuntə alə nəhrin. Və ləv bir dənə yekət say şaqqıltı ilə axıb gedi. Orada haqqı yoxdur israf eləyəsən. Təəssüflər olsun, dövlətimiz tamaşa eləyik Abiyariyə, Qərqabiyə. Onlar için, qruhlar için mütalibə gəldilər. Girin meydana, dövləti sıxın. Nümayəndələri də sıxın. 85% dövlət gəlib bunun vamın verir. Nə qal diyor da müftə bir şeydir. Alan heç üzrü yoxdur deyilənə ki, şahvarzın əgər Abiyariyə, Qərqabiyə iqdam eləyir. Acib budur ki, 2 dənə o boydana şirkət, Muğanda, hələ onların da cinə də Qərqabisi var. Biz bu dərdi hara aparaq? Vizarət-i Cihadı şahvarzı var da, əsli məsuliyyəti var. Amma biz kimi takan görmüyoruz. Ki bu babda Cəlab və Nəhvid əlbəttə bir iqdamat eləyiblər, çox yerləri təbdil eləyiblər Abiyariyə mekaniziyə. Vəli köhdən gərək bu qət ola, sada və sima qarşınasları gətirsin, danışdırsın, tozli versinlər ki, bu quyu sabahları getdi, çatdı əsidə, neynəyəcək? Heç bunu biləysən ki, İranda neçə dənə şəhər məhv olacaq. Çünki nə yerdə suyu var, nə gövdə suyu var. Mərhum Kurdavani adların da dedi, bu şəhər aradan getməlidir. Sabahları əkin dem oldu. Cəmaat sel kimi mühazirət eləyəcək sənəti şəhərlərə. Belə cəmaat yığışa bir yerə, bunun suyu nəzir olacaq, xədəmatı nəzir olacaq. Gör, nə boyda mövzəllər çıxacaq qabağa. Biri gərək bunları əkinsiyə, bunu deyə ya yox. Böyük hünər müdiriyyətdə budur ki, ayəndə necərik ola. Tozif verirlər ki, biz dayanaq, bohran gəlsin bizə çatsın. Bu olmaz. Mənim əzizlərim, Qəzzə, Mazəray Qəzzə bir dənə balaca bir coğrafiyada bir dava dördük. Biz üzbəyiz oldu səris, İslam qərbinə. Bir dənə mərəkəyə
hassas idi Müslümanların arasında. Onlar istəyirlər Müslümanlara başa salarlar Qəzzədə ki, bundan bir yana siz bizə qulsuz. Dursuz da ayağa şikəst yeməlisiniz. Sahyonizm eylənlərin ayağının altındasınız. O Qəzzə bir dənə xəndəq əvvəl idi ümmətin şərəfinə, izzətinə. Tamam qüvayı şər, lap o ali teknolojilərlə gedib yıxışmışdı ora. Bir dənə böyük imtihan idi, Allah-u Teala çıxartdı qabağa. Düşmən düşməndi. Amma Müslümanlar, üç dəstə Müslümanlar da mərdud oldular. Biri Hukkam-ı İslami idi, mərdud oldu. Biri Üləma-i Dərbari. Bilirsən, İrandan çıxdın, bunlar hamısı tabi edilər öz hükümətlərinə. Üləma. Üçüncüsü də o ümmətlər idilər ki, tamaşa elədilər. Ki, əlbəttə o mallalar bunlara dedilər, itaət hakimi cairdən vacibdir, vəl o çaxır etsə, vəl o zinə eləyə, vəl o səhnə televizyonda o işi görə. Bu üç taifədən Allah keçməyəcək, sual eləyəcək. Çox çətin oldu bu. Əslən, elə məmləkətlərdə təzahürat olaydı Qəzzəyə görə. Amma nə qədər görə İslamı məmləkət qoymaydı dəbərə, çıxırın çıxardı. Hakkı var edip de çəfiyi Filistini götürsün. Gör ne işlemeli bir hikayet. Tamam durdular İsrail'in kenarında. İndi burada biz sözümüz var. Biri budur ki alan bebeler şahit olup değil. 100 bineyincən şahit olup 20 bin uşaq. Uşaq canını elden verebilir. Kırda faciadır bu. Bu Hukkam-ı İslam'ı niye tamaşa eylediler? Bu darbar mallaları niye tamaşa eylediler? Ümmət niye tərpənmədi burada? Rəis Cumhuriyyə Brezil geldi Qəzzədən söhbət eləyəndə öz kontrolünü əldən verdi. Bir cür hayla ağladı, küllü salonla əl çaldı. Amma bir dənə keşvəri ərəbi, biləysən də kimi deyən, dönüb deyir ki, mən müəssəsə xeyriyə döyürəm ki, duram Qəzzəni düzəldəm. Haması xalı salah eləyir, sonra düzəldim. Allah. Orada Qəzzədə acından ölək, Sisi dönüb deydim, məndən fəqət bir şey istəməyin. O da budur ki, deməyin, mən məbərləri açam. Allah. Yəmən o cürəliyinə yolu bağladı da hənsidə. Bunlar gəldilər, quru yolu açdılar. Gör, Peyğəmbərimizin ürəyi qandı ya, yox. Gör imamın zaman, nə gözlə ümmət ələm baxayım. Bunlar gəldilər, quru yoldan tamam istədiyini təmin elədilər. Peyğəmbərimiz deyir, ma əmənə bi, mən batə şəb'an və carihu ca'un ilə cəmbihi və o ya'ləmu bih. Həzrət deyir, mənə iman gətirməyib, yəni mənim ümmətimin sırasında dör. O ki görə, qoşusu acdı, dörəsindəki acdı və bileyi də acdı, amma tamaşa edir. Ümmət tamaşa elədi. İndi üləmanın gəziyyəsindən istəsəm danışam, saatlərcə danışam. Bir dənə üləmadan gələn zindandadır, Şeyx Nasır Əl-Fəhd. Bunun bir dənə bir əcəb sözü var. Deyib, qərəətü tarixə munzu bə'sətən nəbi ilə əsrinə hava fələm əcid əsrən min usuril müslimin ba'al üləma'u əddinə kə əsrinə hava. Deyib, mən tarix İslamı əvvəlindən axırıncə baxdım. Gördüm, heç dövrədə o cür üç üləma bu dövrədə dini satıblar, onların üç üləmasında ya. Elhamdülillah ki, elə mərəsədə hazır olan müvaliyan əhl-i beytidir. Əgər olmaydı İran, əgər olmaydı Hizbullah, əgər olmaydı Ansarullah, əgər olmaydı Əraq. Gör, ümmət nə qədər üzü gerək. Deyək, görməmişəm, dini bu cür üləma satalar ki, bizim zamanımızda sattılar. Əzib hekayətli, o müfti gəli Ərəbistanda eylem elə əhli Qəzziyə. Niyə köşmüksünüz? Köçün. Peyğəmbərdən yuxarı dörsünüz ki. Peyğəmbər Məkkədən köçdü, Qəzzə Məkkədən yuxarıdır. Siz Peyğəmbərdən yuxarısınız. Allah. Qoy bundan bətərin deyil.
deyir ki, bu Qəzzənin əhli ölək, düzdür, ölmək çətindir, vəli bir cəhətdən yaxçıdır bunlara. Çünki çox aclıq çəkirlər, zəhmət çəkirlər, dərd-ü bəla görəklər, başlarına bomba tökək, öləklər, rahat olurlar da. Xudaya, bu nəcür olar? Ya Resulallah. Bileysən bu uləma-i dərbarı nə qədər cəşni tutdular İsmail Həniyyə, sen var Seyyid Həsən Nəsrullahın şəhadətində. Heç bileysən Vəhabiyyətin böyük müftüsü Seyyid Həsən Nəsrullah təşkil edir, Hizbullahın adı qoydu Hizbullat. Allah-u Teala but, Peyğəmbərdən qabaq ki büt var idi ya, adını qoydu bütpərəst. Yadınızdadır Müftü Ərəbistan küldü İranlıları mədrusə elədi. O zaman nə Hozeye Elmiyə, nə Vizarət-i Xaricə, fौरən bir neçə konferans təşkil vermədi. Sabit elə. Ki biz mədrusuq. Əgər əcdadımız o cür idi mədrusuq, səni də əcdadın bütpərəst idi. Bu nə sözdür sən danışdın məqamı rəsmi bilməm neçə. İndi əcibdir ki, bunlar, babalar tufanül əksani gəldilər. Məhkum elədilər. Amma Bəşşar Əsəd olanda hey qışqırırdılar, fətva verirdilər. Cihad vacibdir, öldürün, öldürün. Bəşşar Əsədin adamlarını öldürün, Ərteş-i Suriyani öldürün. Buna nə deyərlər? Buna deyərlər təlaub bedin. Buna deyərlər hərcümərz edərdin. Din satmaq Yahudun mallalarının işidir. Allah onlara yetişəndə o din satan mallalara bu cür deyil. Ulaikellezine işterevu dalalete bil huda vel azabe bil mağfira fala asbarahum alannar. Adam gene alver eləyəndə bir dəfə bir pıl verirsən, bir şey alırsan. Bir dəfə evin içində nə qədər nəfis mətavarın gətirib onu verirsən. Nəyi alırsan? Qəf mali alırsan. Allah deyiblər bu işi gördü. İşterevu dalalete bil huda. Hidayəti verək, zəlaləti alır. Məğfirəti verək, əzabı alır. Allah buraya fema asvarahum alannar. Yani fema ecra'ahum alannar. Əcəb bunların dözümü var o ta. Ki bu cürəti vardı gəlib qabağa. Ayənin əvvəlini oxuyur. İndi bunların fətvalarına deyəm, sərahətən gəlib deyim, mənhəcu əhl-i sünnə, əs-səm'u və ta'a, əmaməl imamil cair. Məzhəbi əhl-i sünnət və cəmaə. Bu dövrən, Vəhabiyyətin sözüdür bu. Məzhəbi əhl-i sünnət və cəmaətidir, İmam-ı Cairin qabağında eşidəcəksən, sakit əyləşəcəksən, heç iş görməyəcəksən. Yəni, inqilab haramdır. Yəni, Cairin qabağında, əgər gərəl olsa, Cair çaxır içən, mən də ondan itaat eləyəm, pəs mənə deyirsən, dəlidən itaat elə. Bir din için bizə deyəcək, dəlidən itaat elə. Fəənə əvvəlil kafirin, bu hansı dindir bu? İmam Hüseyin buna cürətlərdir Kərbəlaya. Səniyyə verirəm Allah'ı, buna baxı. Dey fətva verib, dey, nəqz-i əhd İsraillə və İsraili əshabani eləmək caizdir. Da mən nə danışım? Mən nə deyim? Allah, Allah. İndi gəh hüccama, qoy hüccamdan sizə danışım. Bir söz deyəm, bu sözə əgər yerci qanağlıya yer var. Bir dənə məmləkət İslami nəmdə boyda, bir dənə qanun-u nanivişdə yazıb, deyibdir ki, hər kəs istəyir sərbazlığın cavan soğuşdura, muxtardır. Eləyə bilər. Bizim məmləkətdə sərbazlığın soğuşdura, eləyə bilər, İsraildə soğuşdura. Bu haçan kəşf oldu. O məmləkət ki, bizimlə də qoşudur, ətrafların məmləkətlərin biridir, adını deməyən, özün tap. Onun laf böyük mallası gəldi, internetdə söhbət elədi, dedi, əyyuhənnas, karvan-ı sumud, ki, nə qədər gəmi durdu, getdi Qəzziyə tərəf. Onları İsrail yaxalayandan sonra, tutandan sonra görüblər ki, məmur filan məmləkətin dilini danışır. Məmurlara deyiblər, siz haçan bu dili öyrəşibsiz? Deyiblər, bizim məmləkətdə icazə verilir. Sərbazlığı istəyirsən, öz məmləkətində dolandır, istəyirsən ged İsraildə dolandır. İndi biləysən nə qədər Qəzzənin əhalisini bunlar öldürüb? İndi bildin nə qədər Qəzzənin müsəlman öldürüb? İndi mən nə deyim burada, nə deyim burada, nə deyim burada? O məmləkəti ki, yalan dedim, onun parlamanında
neçə dənə nümayəndə gəldi, şəkli sırr elədi, əsrarı qalxızdı əlinə. Hükümətə dedi, sən bunu, bu silahları veribsən sən xərciyə. Ondan gəlirsən, arıcıdır, bizə gürültəysən, danışırsan burada. Elə dərd budur ki, alan kəşfi sırr eləyiblər ki, 12 gün biz zəng eləyəndə 50 məmləkət ki, bunun əxədəsi İslamidir. Öz vizarət ittilaatlarını qoymuşmuşlar İsrail ixtiyarında. Tamam support ittilaatı 50 məmləkət. Gör İran nə iş görüb ha? Gör nə iş görübdü ya? Aslında ağlı heyrandır. Allah-u Teala, yəni bir dənə böyle bir bala bir cəngi cahaniyə girmişdik. Bəli. Bir dənə bir antiqə söz demişik. Bir dənə Xalid Farsdan məmləkətin biri Şamadan qabaq İsraildən adi sazi eləyib. İsraili o şuar xidmət eləyib. Bunun işi nədir? Amerika, yəni keşvər oldu keşvəri zərrə, yəni keşvəri tabi. Keşvəri zərrə, yəni keşvəri peyro. Qapazı vurarlar, başından tərpələnməz. Amerika nə dəsturu verək, İsrail nə dəsturu verək, o işi görək. Nə iş görək? Yəməni getdi püskünə qoydu. Suriyeli püskünə qoydu, o məmləkət. O məmləkətin şahı pıldı xəşdəyiz. O çuvarda pılı var. Yəməni Asifətül Əzmidə püskünə qoydu, əməliyyatı Asifətül Əzmidə. Və Sudanı püskünə qoydu. Bunu niyə dedim? Çünki bu həftə Faşir şəhərində, Sudanda onun adamları 2000 nəfəri öldürdülər. 2000 nəfəri. Nəmdə qadı olan adamları gəlib internetdə söhbət qoyub, tərcümə olub get bax. Deyir, Allah sənə lənət eləsin. Bizim məmləkətimizə nəyə gəlib ki, sən bebelə. Qızışdırırsan, əddə'mus səri. Bir dənə niru deyir orada. Də'mus sərini support eləyən odur. Giriblər Faşir şəhərinə. Gör, nə qədər adam. Kim öldürüyor bunu? Müsəlman bunu öldürüyor. Gedib tamam o məmləkətlərdə onun üçün Amerika bu işi görək. Ki, Xavərmiyanədə hər keşvər var. Gərək o qədər fələc ola, İsrailin əmniyyəti düzələ. Bir dənə xan varmış. Xanın şikarı quşu varmış. Bu quş qocalmışmış. Bu quşu boşdaydı ki, et çöldən mənə kəhli tutun. Bildirsin tut gətir. Bu da quş qocala baxayım. Bu da gedəydi qoşunun toq düzəsini tutub gətirəydi. Allah rəhmət eləsin şair Kərimiyə. Deyər, mən səni saxlamışam, ay pişicim, muş tutasan. Nə ki öz dükkahımızdan gələsən, muş tutasan. Bu həftə Etiyopiyada bir yekə rapeyma oldu bunun əleyhinə. Bu hukkam gör nə iş görürlər. Əsin qoydular ölkəsinə ihanət elədilər. Bəli. Biləbanın biri danışıb, deyib Allah'a məhkəməsinə sən nə deyəcəksən, nə inəyəcəksən? Çox vaxt tutmayan qutarıyam. Filistinlilərin biri, böyükləri, bətər söz dedi. Dedi, belə başımıza bomba töküldü, yanmadıq. Balalarımız öldü, belə yanmadıq. Amma Netanyahu sazmanı miləldəki bir kələmə dedi, şurəkâunəl Arab. Şurəkâunəl Arab. Vay. Bir dənə böyük hükkam İslamiyə dedilər. Dedilər, sən 9 milyard dolar İsrail'də mürabidəyə malı var onun. Bu nə işdir? Tamam İsrail'in niyazlarının ehtiyacatını təmin edirsən. Dedi, siyasətdən ticarəti qarışdırma bir-birinə. 60% suxtun, enerjisin 2 dənə məmləkət təmin edir İsrail'in. Bizim başımıza bomba töküldü. Hemen suxtunla töküldü başımıza. İndi bir dadlı söz deyəm. Vaxtı tuttum. Golden Mayer bir dənə arvadı idi. Noxos vəzir idi. İsrail'də çox şərli bir xanım idi. Çox şərli. Bunun bir bətər sözü var. Diğer Müslümanlar ayrılacaklar, görəcəklər bir zaman biz əbna-i bəni İsrail gətirmişik. Hər məmləkət, onların məmləkətlərdə, İslam məmləkətlərdə, hər məmləkətin başına bir dənə bəni İsraildən bir nəfəri gətirib, bunlara rəis eləmişik. Alən bəzi məmləkət var, sən yaz verəm Allah, Amerika ora fərmandar qoya. Yaxşı işlər, ya bu ki, alən oradadır, Amerika yaxşı işlər. Nədir olar? Filistin'in bir böyük fərmandehi var, şəhid olubdu. O dedi, uşaq olanda mən belə xiyal elərdim, Qəzzə işğal olubdu, bəqiyyə yeri azaddır. Mən böyüyəndən sonra gördüm, Qəzzə azaddır, küllü məntəqə işğaldır. Tefli ki budem, xiyal mi kردن Qəzzə işğal şude.
بقیه همه جا آزاد است. بعدن که بزرگ شدم دیدم غزه آزاد است. کل کشورهای منطقه همه اشغال شده است. Bir dənə sözə diqqət elə. Amerika bilibdi ki, mən hər məmləkətin böyücünü alsam əlimə, o məmləkət mənimdir. Bunu Allah bilmədi. Amerika bildi, qüdrəti alsam bir məmləkətdə əlimə, o məmləkət mənimdir. Şahad edər, oturaydı, duraydı. Bəhreynə rıfrandım, İzrail'e eləydi. Sistan Bəlustanın nəxədəsinin boşda-boşdaydı. Bunu bildi, Allah bilmədi. Odur Allah imaməti möhkəm saxlayıb. Allah hər nəyin üstədə muamilə eləsə burada yoxdur. Allah fəqət imamətə deyib, əhdi, nübüvvətə də bunu deməyib. Və öz əlində saxlayıb imaməti. Cəalnahum əimmə və cəalna minhum əimmətən yəhdunə bi əmrina. İnni cailükə linnâsi imama. Hazreti Musa da dedi bunu, bu Harun'u istəyəm ki, özümdən sonra imam ola. Allah demədi, xahiş edəyəm özün bu işi gör. Dedi ki, utitə, soğləkə, ya Musa. İndi Allah'a para yox. Ki gələk, bir iş görək ki, Allah-u Müteal ümməti, Peyğəmbər budur, əvvəl kəsi ki var, ənə əvvəli vafidin aləl-azizil cabbar. Məhşərə əvvəl vardır, mənəm. Sonra məndən sonra, mənim itirətimdir, sonra məndən sonra mənim Quranımdır. Və mən ümmətimdən sual edəcəm. Mənim itirətimlə nə iş gördünüz? Və sual edəcəm, mənim Quranımla nə iş gördünüz? Quranın ayələrindən nə iş gördünüz? Ümmətlər də işləri, vəzifələri bu idi. Allah-u Teala Quranda buyurur, mənim dinim iki tikədir. Və ləqəd bə'asna fi kulli ümmətin rəsulən ən i'budullah və ictənibut tağut. Bir ibadətdir, bir də küfr və tağut. Qoyduğu birbirinin yanına. Yəni küfr və tağut olmasa ibadətdir də səni istəməyən. Allah İzzət-ü Cəlalına and içib. Hər kəs hakimi zairin hükümətində yaşasa, nə namazın qəbul eləyəm, nə orucun qəbul eləyəm, nə həccin qəbul eləyəm. Amma bunu da ərz eləyib sənə. İnsaf bu deyil. Bu məmalik İslamidə ürəyi saf möminlər var. Ürəkləri ot tutdu, yandı. Düşüb diktatörlərin əlinə diktatör tərpənək. Dədə yandırır. Bunların bir zindanları var bu diktatörlərin. Eşidəndə vəhşət elək tərəf. Bunlar o qədər İrana əlaqəmənd idilər. Əlan çıxıysan İrandan, hər məmləkəti Ərəbiyə get, sözü budur. Kəm ətəmənna, ləv kunt İrani. Kəm ətəmənna, ləv kunt İrani. Vüzarət xaricə dedi, hududi 300-dən yuxarı nöqtə-i dünyada Sərdar Süleymaniyə buzurdaş tutuldu. Bunlar hər nəyə başa düşəylər, millətlər mərzbəndi elək. 12 gün zənci olanda mənə bir dənə zənci vırıldı. Bəli, Azərbaycandan bir dənə mömin dedi, ağa 8 dənə qoyunuzu nəzr eləmişəm. Ki, bəli, İran burada şikəst yemiyə. Qabaq bir dəfə təbliğ edir, Amerika gələk. Azərbaycandan zəbirdə dedir, ağa nəmnə qədər nəzr eləmişik ki, İran şikəst yemiyə. Bir dənə Azərbaycandan biri gəldi mənə, bir söz dedi, bundan sözüm qutarım. Mən bir dəfə burada xutbədə dedim Sərdar Süleymani ilə biz Tehranda bir dənə cələsədə bəhsimiz oldu. Filan iş olsun, olmasın, hey bəhs. Axırda mənim sözüm rədd oldu, Sərdar Süleymani qəbul oldu. Sonda Sərdar Süleymani gördüm, bir dənə bir əl gəldi mənim çiynimə. Əlin qoydu mənim çiynimə. Döndü mənə dedi ki, ağa Seyyid, ma nökər oladı Zəhra həstim ki, mənim ürəyim sınmıyor. O Bakıdan gələn mənə dedi, ağa hansı çiynimə əlin qoydu? Dedim, neynəysən? Dedi, işim var. Dedim, bu çiynimə əlin qoydu. Tutdu mənim o çiynimdən oxadı, öpdü, dedi, bura Sərdar Süleymanın əli dəydi. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad.